Muxtarı sürütlədim, bəlkə 25-30 metr məsafə var belə. Təsəvvür sürütləyirəm Muxtarı belə. Üzü üstə uzanmışam, o da arxası üstədir. Sağ əlinə yapışmışam, sol ayağı ilə mənə kömək edir. Dartıram, güllə dəyir, qalxır. Qaça da bilərəm, qaçmam ondan. Çünki mənim gözümün qabağında 4 nəfəri, 5 nəfəri, əli olmayanı, ayağı olmayanı, Muxtarın üstündə olanın qanı var. Yəni onu insan kör olar görməsə. Muxtarı sürütləyə, yəni məcbur atdım. Gətirdim veterin yanına qoydum, Qızılbaşdan baba şoförləri çağırdım. Bir də həkim var bayıldım. Onu çağırdım ki, mənə kömək lazımdır. Susuzluqdan dodaqlarım çatlayır. Mərmi ilə vururdular sanitarkaları. Dedi, su ver mənə. Rabitə ilə əlaqəyə çıxdıq. Ki, bəs təcil yardım göndərim. Təcil yardım deyir ki, yəni girə bilmirik. Siz bizdən çox aralıdasınız. Demirəm, biz 809 kilometr hansı ki, o arxada olan texnikalardan uzaqlaşmış oluyoruz. Biz minamyot olan əraziləri də keçmişik, tankları da keçmişik. Biz konkret şəhərlıq bir yerdə üzbəyüzük. Amma onlar bizi görür, biz onları görürük. Problem oldu. Su içdi. Dedi, anam məndən ötürü darıxır.